Hökumət qaynaqlarının yaydığı məlumata görə Naxçıvanda prezident pərsəngi vəzifəsində işləyən Fuad Nəcəfli Naxçıvanda dövlət proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb. Mənə də maraqlı gəldi ki, bu dövlət proqramı layihəsi neymiş əcəba? Sən demə 2023-2027-ci illər üçün Naxçıvanın sosial-iqtisadi inkişafını nəzərdə tutan bir dövlət proqramı təsdiq edilinmiş və bununla bağlı prezident sərəncamı da varmış. Olsun, amma axı elə həmin dövlət proqramının müzakirələri, icrasının gedişi məsələlərinin şıdırğı çağında bir başqa rəsmi xəbər də yayılmışdı ki, Naxçıvanda Muxtar Respublikanın sosial-iqtisadi inkişafına dair dövlət proqramının maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb. İlham Əliyev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VİQ nömrəli qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərmanında dəyişiklik edilməsi barədə fərman imzalanmışdı. Fərmanda, həmin o düzəliş fərmanında Naxçıvanın sosial-iqtisadi inkişafına dair dövlət proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğin 70 milyon manata endirilməsi göstərilirdi. Yəni, Fuad Nəcəflinin sərəncamına verilməli olan 250 milyon manatı buduyub, rəsmən 70 milyon manata endirirlər, sonra deyirlər ki, qarşıya qoyulmuş ümdə vəzifələri yerinə yetirə bilməmisən. Bəs yazıq Fuad 3 dəfə azaldılan büdcə ilə hansı işləri görə bilərdi? Bu bir. İkincisi, Paşa Holding motoruyla idarə etməyə qoşulmuş bütün gənc və perspektivli kadrlar kimi Fuad Nəcəfli də öz şəxsi inzibati təsərrüfatını yaratmaq üçün, üstəlik Naxçıvan kimi ucqar bir yerdə darıxmamaq üçün özünə görə ailə korrupsiyasını yaratmalıdır ya yox? İnsafən əlinizi sinənizə qoyub əminliklə cavab verin. Mən Fuadın bu şakəri haqqında xeyli əvvəllər bir söhbət də etmişdim. Tapsam, indi onu da bu söhbətə qoşacağım, yadınıza düşsün. Üstəlik və ən başlıcası, əgər bir proqram üçün 70 milyon manat rəsmən ayrılırsa, həmin o yerə neçə milyon gedib çıxmalıdır? Bunu da bütün icra başçıları və ya nazirələr vicdanla desinlər. Mənə yox, özlərinə desinlər. Pıçıltı ilə da yox ki, dodaqların da qulağı var, ürəklərindən keçirsinlər. Bu, Fuadla bağlı söhbət. Bir də ümumiyyətlə gözümə sataşan başqa təqdimatlar oldu. İlham Əliyevin icra başçılarının yerlərini dəyişmək əməliyyatına kadr islahatı kimi don biçmə təşəbbüsləri də var və bunu tamamilə sırtıqcasına həyata keçirmək istəyirlər. Deyəsən, İlhamın özü də axı millətin nəbzini tutmuş kimi davranır. Həmin təyinatlarla bağlı video yayım ki vardı, mən onu dünən də şərh etdim, indi də epizodlarını sizə çatdıracağım. Məqsəd İlham yaxşıdır ətrafı pis prinsipini diriltmək cəhdidir. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Və beləliklə öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşum. Əfsuslar olsun ki, bəzi hallarda bununla bərabər bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Əfsuslar olsun ki, bəzi hallarda və belə hallar, əfsuslar olsun ki, bugün də var. Məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların, əfsuslar olsun ki, bəzi hallarda və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün, əfsuslar olsun ki, bəzi hallarda
Yəni güya ki, İlham hər dəfə təmiz adamlara etimad göstərib vəzifəyə təyin edəndə onlara belə deyir, amma onlar kresloya oturandan sonra naməlum səbəblərdən vəhşiləşirlər. Güya ki, sizə bəzi adamlar yanlış göstəriş versələr birbaşa mənə xəbər edin deyən İlhamla xalqa mənə siqnal verin deyən İlham arasında hansısa fərqlər varmış. Bunlar eyni adamlar deyil. Güya ki, yeni təyin olunan şəxslərə birbaşa tapşırıq verən baş nazir, aparat rəhbəri və ya prezident köməkçiləri bu tapşırıqları İlhamın göstərişi ilə deyil, öz ağılları ilə mı fikirləşib onlara deyirlər. Bu, üfunətli bir reabilitasiya və özünü ictimai diqqətə həyasızcasına sırmaq cəhdidir. O ki, qaldı Fuad Nəcəfliyə, dedim axı, onunla bağlı bir köhnə söhbət vardı. Onu da bir daha sizə dinlətmək istəyəcəm. Niyə? Ona görə ki, sübut edim. Nəyi sübut edim? Onu sübut edim ki, İlhamın bu təzə vasifinin sütül çağlarında mən bu hərifin necə iyrənc və xırda çaplı korrupsioner olduğunu faktla sübut etmişdim. Amma İlham üçün o hələ də gənc və perspektivli kadr olaraq qalırdı. Ta ki, görünür Naxçıvanın inkişafı üçün ayrılan proqram pullarından Fuad özü üçün maşın təkərləri alanda, yaxud nə bilim, bəlkə də Batabat tərəflərdə qotur bir ev tikmək istəyəndə İlham başa düşüb ki, bu adam ailənin pullarına təmas salıb və rədd eləmək lazımdır. Həmin köhnə söhbəti isə buyurun, dinləyin. Bu məşhur ifadə yadınızdadırmı? Gəlini gətirəndə baxmazlarmı ki, bu kişidir ya qadındır? Əlbəttə, söhbət Naxçıvanın Talıbovdan sonraki xanı bu adı doğrultmaqdan ötürü dəridən qabıqdan çıxan Fuad Nəcəfli bəydən gedəcək. Qoy bəy deyim ki, hələ də xan olmadığının fərqinə varmış olsun, həm də dəridən qabıqdan çıxmaq ifadəsi də yerinə düşmür, onun dərsini də qabığını da ütüb oraya göndəriblər. Vasif Talıbovun alığı aşırılandan sonra zühur edən və Naxçıvan boyda vilayətə katta göndərilən Fuad Nəcəflinin bu zamana qədər harda olduğu çoxlarına təəccüblü gəldi. Torpaq yetişdirir kimi. Naxçıvan torpağını demirəm, ağlınıza başqa şey gəlməsin. Azərbaycan torpağı bərəkətlidir. Hər cür alaq otu yetişdirir. Vaxtında agrotexniki qulluğu olmadığına görə alaq otları mədəni bitkilərin də şərəsini torpaqdan sümürüb boybuğun atırlar və böyüyüb olurlar Fuad Nəcəfli. Buna görə torpaq yetişdirir dedim. Gerçəkdən kimdir Fuad Nəcəfli və hardan pırtlayıb çıxmışdı ki, hətta Naxçıvanda da çox adamın xəbəri yoxdur belə bir ləl cəvahiratın haralarda hansı dəryaların dibindən cücərməsindən. Sədəf su almayınca əbr-ü nisandan gühər verməz demiş Ustad Füzuli. Gövhər varsa demək ki, bir əbr-i nisanın bərəkətindəndir. Haşa, mən İlham Əliyevin kadr seçiminə təminə etməzəm. Əbr-ü nisan misallı bir seçimdirsə, üstəlik heç təminə etmərəm. Amma Fuad Nəcəfli əvvəllər öz bioqrafik göstəricilərində Orta Doğu Teknik Universiteti deyilən bir ünvan göstərərdi. Sonra xeyirxahları ona öyüd verdilər ki, bu ünvanı rədd elə geçsin, düşər düşməzi olar. Nəymiş düşməzi? Yəni birdən bədxahlar xəbər tutar ki, Fuad Nəcəfli adlı zat Orta Doğu Teknik Universitetini bitirməyib, bitirəsi olmayıb, səbri çatmayıb. Bəlkə də elmi tutumu daha geniş olduğuna görə Türkiyənin bu ünlü universitetinə yerləşməyib. Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm dediyi tərzdə həşrü sirat tərəfə vurub onu oradan qovublar. Buraya yerləşə bilmirsən, get başqa məkanların şəkkərini təam et deyiblər. Tutiyəm, güya yemim şəkkər yerim Hindustan kimi. Amma enək səmalardan Naxçıvan tərəfə Fuad Nəcəflidən danışaq. Şəkər adamdır Fuad Nəcəfli. Vasif Talıbovdan sonra yalnız beləsini tapıb oraya rəhbər qoymaq olardı, onu da etdilər. Bir var Vasif Talıbov kimi milyardları talamaq vərdişlərini cilalayasan, bir də var daha aşağılarda cövlan etdiyini düşünəsən. Cövlan etmək əslində yuxarı uçuşlara aid olan nəsnədir. Fuad Nəcəflinin qanadlandığı fəzalarda, aşağı fəzalarda cövlan etmirlər. Yerin cazibə qüvvəsi ilə əlləşirlər. Yer adamıdır yəni, göy adamı deyil. Fuad Nəcəfli Bakı Dövlət Universitetini birtəhər bitirib, insafən bunu bacarıb, 2006-cı ildən başlayaraq Paşa Holding güzərgahlərində hərlənməyə başlayıb. Onu orada avtomobillərin sığortası departamentində işə götürüblər. Yəni, zərər çəkmiş avtomobillərin sahiblərinə təzminat işləri ilə uğraşan bir
Kargüzar Paşa sığortada adından göründüyü kimi. Burada Fuad Nəcəfli bəyin özü ilə qətiyyən ilgili olmayan, zəmanəmizin lənəti kimi insanlarımızın xislətinə hopmuş bir damarı atmağa başlamışdı. Primitiv istedad sahiblərinin %99%-ində olduğu kimi fırıllaq və dəcəllik kapilyarlarını öyrənməyə başlayıb. Burası da uğurlu bir zəmin. Yəni, zərər çəkmiş avtomobillərin başına gələn müsibətləri dəqiqləşdirmək üçün gərək avtoservislərlə işləyəsən, usta baxsın və dəymiş toxunmuş zərərin dəyərini müəyyən etsin. Bu prosesə müdaxilə etməkdən başlayıb. Avtoservislərlə danışıb xudmani və öz çapında cıqqılı bir şəbəkə qurub. Siz zərəri 2 qat yazın, yarısı sizin, yarısı mənim, əvəzində sifarişlərin hamısını ya da əksəriyyətini sizinlə işləyərək vədi təklifi ilə. Amma bu mükəmməl və şirin şəkər prosesə hansısa mərdimazar paşa mühasibi barmaq soxub. Əlbəttə, burası Azərbaycandır, işıq gələn yerə barmaq tıxamasalar olmaz. Paşa Holding axı ev yıxan şirkətdir. Buna görə də Fuad bəyin bu xırdaca dünyasında düzəltdiyi balaca korrupsiya iplərini dartıb söküblər, özünün də götünə bir təpik vurub atıblar bayra ki, burası ailənin təsərrüfatıdır və buraya tor baxa bilməzsən. Amma Fuad da elə-belə bala deyil axı, rahatlıqla əl çəksin. Aylarını xərcləyib Paşa Holdingin qapılarına dayanıb, gözləyib, dəfələrlə müxtəlif qapılarda asılıb, yellənib, bir-iki dəfə də baş Paşa Holding sayılan Mirzamal Paşayevin qabuluna düşə bilib, ağlayıb, sıtqıyıb, balalarıma yemək pulu filan kimi göz muncuqları ilə bir-iki çeynəm saqqız uğurlaya bilib, yazıqları gəlib ya gələcəkdə hansısa başqa təyinatda istifadə etmək olar strategiyasıyla ki, burasını dəqiq deyə bilmərəm, adamların qəlbinə girməmişəm, Fuad Nəcəflini təkrar işə alıblar və göndəriblər Sumqayıt Texnologiyalar Parkına. Bu Sumqayıt Texnologiyalar Parkı deyilən adresi Paşa Holdingdə cərimə zonası sayırlar. Bunu bilmənizi istəyirəm. Paşa Holdingdə də bunu bilməyən yoxdur. Bilməyən varsa yolu oradan düşəcək və biləcək. Günün birində əyyən fırlanıb və Vasif Talıbovun çarxı çevrilib. Onun yerinə adam axtarmaq lazım gəlib. Vasif Talıbov əyanı və sahib kimi masanın üstündədir. Demək, buna bənzəməyən insan materialı lazımdır, elə deyilmi? Əvvəlcə Paşa Holding rəhbərliyi seçim prosesinə başlayıb. Uyğun seçim şablonları nədir? Gözü qıpıq, üstündə cinayət faktları, altında xəcalət, böyründə başında da sıxıcı materiallar. Fuad uyğun gəlir. Əyintilərini dedim, sıxıcı materialı da var. Ata tərəfdən nənəsi ermənidir. Mən, dəyərli izləyicilər, çox zaman demişəm, hətta bir dəfə Gədəbəyin icra başçısından bəhs edəndə də söylədiyim yadıma gəlir ki, adamın bir tərəfinin erməni olması inzibati yüksəliş üçün sıxıcı faktor kimi yox, bəlkə daha çox təbliğat üçün istifadə edilməlidir. Azərbaycanda bir yanı erməni qanı ilə bağlı olan bütün vəzifəli şəxsləri ki, onların sayı qeyri-məhduddur, Azərbaycanda ermənilər təqib edilir şüarını tezisini səsləndirənlərə qarşı yalan deyənin atasına lənət argumenti kimi istifadə etmək və belələrinin gözünə soxmaq lazımdır. Fuad Nəcəflini də İlham Əliyevə elə bu şəkildə təqdim ediblər. Gözünü qıpıq edəcək çoxlu argumentlər var, ipi əlimizdədir. O da götürüb qoyub Naxçıvana rəhbər, tək ki, yersiz iddialara düşməsin, çünki Vasifdən çox çəkiblər. Fuad neyniyib? Heç nə. Gedib oturub Naxçıvanda, orada hansı işlər görür, nələri necə çevirir. Burasını çox xırdalamayım. Azərbaycanda bütün icra başçıları və buna bənzər humanoidlər hansı işləri necə çevirirlərsə, Fuad da elə. Amma bir də aşırı işlər görür. Fuad bəyin zəif yeri bahalı maşınlardır. Ya Paşa Holdingdə əzik maşınlar prosesindən yanıq qaldığı duyğular var, ya da nəsə başqa lap uşaqlıq çağlarından bahalı filmlərə baxa-baxa bu zəif həssasiyyətini formalaşdırıb. Naxçıvanda talassemiyalı uşaqların müalicəsi üçün nəzərdə tutulan fonddan 120.000 avro, əlbəttə manat ekvivalenti ilə götürərək özünün şəxsi istifadəsi üçün bir Lexus avtomobili alıb. O zaman deyəsən Xaçmazın icra başçısının ayda 5-6 min arxaya ataraq belə bir bahalı maşın aldığından yazmışdım. Adamlar o qədər deyindilər ki, yazıq başçı aparıb maşını qaytarmalı olmuşdu. Ölürlər də bizim adamlar mərdimazarlıqdan ötürü. Fuad Nəcəfli Naxçıvanda bir Batika Global Group adlı şirkət düzəldib, korrupsiya pullarını müxtəlif süzgəclərdən keçirib tam təmizlənmiş halda həmin şirkətin hesabına atır. Tərtəmiz,
təmizlənmiş pullar şəklində. Çünki Fuad Nəcəfli bu mayaya haram qatmaq istəmir. Talastemiyalı xəstə uşaqların müalicə fonuna göz dikmək, oradan pul çırpışdırmaq haram sayılırmı? Baxır necə və hansı tərəfdən uğurluyursan. Fuad bəy düşünüb ki, əgər onun özü götürməsə, Naxçıvanın azgöz məmurları daraşıb mənimsəyəcəklər bu vəsaiti, zibilini çıxaracaqlar, israf edəcəklər, heç bir maddi dəyərə çevrilmədən dağılıb gedəcək. Ona görə də özü həll etmək qərarına gəlib və görünür, məsələnin bu tərəfindən yanaşanda halal sayıla bilər talastemiyalı xəstə uşaqların müalicə pulunu mənimsəmək. Bir də dayısı tərəfdən qırğı varmış. Fuadın dayısı sayılan bir himayədarı da hələ Vasif Talıbovun zamanında Ali Məclisin administrasiyasında ortabab vəzifələrdən birini tutur, özü də pendir satan ayamasıyla. Dost olmayanlar deyirlər ki, həmin o himayədar dayı bir zamanlar Vasif Talıbova Fuad üçün ağız açıbmış. Bu yaramaz paşalar uşağı Naxçıvanlı olduğuna görə vurdular, bəlkə onu öz yanında işə alasan deyib. Talıbov da elə şax şəkildə, yox, daha bir pendir satana ehtiyacımız yoxdur deyib. Kütbeyin idi axı Talıbov. Elə bilib ki, dayının ləqəbi pendir satandırsa, bacıoğlu da pendir satır. Amma bu avtomobil əməliyyatının bir gülməli tərəfi də var. Farslar belə deyirlər, tərk adət və möcibi mərəzəst. Yəni, adəti tərk etmək azar gətirər. O boyda Naxçıvan rəhbəri 120.000 avroluq Lexus, bir də atqat. Dövlət fondundan nəzakətlə çırpışdırılan vəsait hesabına alınan Lexusun üzərində də 9.000 manat atqat eləyib. İndi bu əməliyyatların üstünü açan dövlət və Paşa Holding səlahiyyətləri qalıblar gecələş ki, bu nə loğdu biz düşmüşük. İzahatını necə verək ki, Naxçıvanın rəhbərini 9.000 atqat üstündə yaxalamışıq. Zalım oğlu, sənin tayların bunu 900.000 edir, 9 milyon edir, 90 milyon edir. Sən gör haralara yuvarlamısan özünü, ey filan filan şühdə. Bu hekayət sizə ləzzət etdimi? Etmədisə yazın. Cənab Fuad Nəcəflinin belə əlahiddən məzəli olayları çoxdur danışım. Boş vaxtınızda dinləyib feyziyab olun.